hərbi fəthlər İslamlaşmağa xidmət etməmişdi. İslam dininin sadəcə belə deyək, sülh gücünə və yaxud sadəcə qələmlə və s. ilə hər yerə girdiyini də iddia eləmir. Yəni hökm belə qurulmaz. Bu qətliamlar müsəlmanlaşdırmağa mı xidmət edirdi, yoxsa bu başqa proseslərin nəticəsi idi? Bu qanların tökülməsinin İslamla da heç bir əlaqəsi yoxdur. Çünki din məsələsi, inanc məsələsi qılıncla deyil, qəlblədir. Qılınc müsəlmanı nə vaxt meydana çıxıb, yaxud bu ifadə hansı kontekstdə işlədilib? İslam şəhər yerlərində, İslam mərkəz ərazilərdə kütləvi şəkildə yayılırdı. Şəhər dini idi, çünki mərkəzdə məscid var idi. Azərbaycan ərazisində də zərdüştiliyin zor formada İslamlaşdırılmasına cəhd göstərilməyib. Salam əziz tamaşaçılar. İman verilişi növbəti buraxılışı ilə efirdədir. Bugünkü verilişimizdə İslamın yayılması səbəblərindən danışacağıq. Erkən mərhələdə zərdüştliyin, xristianlığın, yahudiliyin yayıldığı geniş coğrafiyada İslamın heç bir maneə görmədən vüsət kəsb etməsi, böyük kütlələrin doğma dininə çevrilməsi həm bizdə qibtə oyadan, həm də heyrət yaradan presedent əmələ gətirir. Necə oldu ki, İslam qısa zaman kəsiyində belə böyük coğrafiyada yayıldı? Bunun səbəbləri nə olmuşdur? Görəsən, din bu coğrafiyada zoraki yollarla, yoxsa dinc vasitə ilə yayılmışdır? Bununla yanaşı, qılınc müsəlmanı ifadəsi nə vaxt, nə məqsədlə işlədilməyə başlamışdır. Bu kimi suallara cavab tapmaq üçün biz studiyamıza tarixçi alim Rəşad Mustafanı dəvət etmişik. Rəşad müəllim, xoş gəlmişsiniz. Xoş gününüz olsun İlbisal müəllim. Rəşad müəllim, siz bir tarixçi kimi İslam tarixinin erkən mərhələsinə bələdsiniz. Məhəmməd Peyğəmbərin vəfatından sonra onun davamçıları, yəni səhabələr, qısa zaman kəsiyi ərzində qonşu ölkələri fəth elədilər. Siz bir tarixçi alim olaraq Peyğəmbərdən sonra səhabələrin rəhbərlik etdiyi hərbi yürüşləri fəthlər yoxsa istilalar adlandırardınız? Hörmətli Elvüsal müəllim, ümumiyyətlə fəth və istila ifadələri mənaca bir-birinə yaxın olsa da, amma məzmunca bir-birindən həddindən artıq fərqlənirlər. Hətta mən sizə deyərdim ki, müxtəlif dillərdə də, məsəl üçün ingilis dilində də bunlar bir-birindən tamamilə ayrı ifadə ilə fərqlənirlər. Məsəl üçün fəth, conquest, istila isə və yaxud işğal isə invasion tipli sözlərlə bir-birindən fərqləndirilir. Fəth biz bilirik ki, ümumiyyətlə ərəb dilində açmaq mənasına, bir yerə daxil olmaqdan ötürü oranın açılması, qapıların açılması mənasında istifadə olunur. İstila isə və yaxud işğal isə oranı məşğul etmək, dağıtmaq, orada öz hökmünü qurmaq bu mənadır. Eyni zamanda fəth və istila məzmun cəhətdən də, yəni məna kimi fərqləndiyi kimi, məzmun cəhətdən də fərqlənir. İstila ümumiyyətlə mənfi çalarlarla xatırlanır. İstila o deməkdir ki, burada gələn insan, burada bu prosesi həyata keçirən insan yerli əhalinin razılığı olmadan resursları mənimsəmək, öz hakimiyyətini qurmaq və yerli əhalini ümumiyyətlə hakimiyyətdə iştirakını təmin etməmək üçün bütün bu prosesi həyata keçirir. Lakin fəthdə isə özünün nizam-intizamını qurmaq, ədaləti təsis eləmək və burada müəyyən bir hüquqi prosesləri tənzimləyəndə yerli əhalinin də iştirakını təmin etməyi nəzərdə tutmuşdur. Eyni şəkildə nümunə üçün biz burada Britaniya imperializmi ilə, Sovet imperializmi ilə bu dövrdə keçirilən fəthləri, İslam idarəçiliyini fərqləndirə, müqayisə eləyə bilərik. Məsəl üçün, uzun müddət Britaniya imperializmi Hindistanı idarə eləmişdir. Biz Britaniya imperializmində hər hansı bir Hindistanlının orada iştirakını gördüyümü və yaxud Sovetlərin və yaxud Çarizmin ilk dövründə Azərbaycana daxil olarkən komendant üsul idarəsi formalaşdı.
Azərbaycanlıların burada çox böyük idarəçilikdə belə deyək, qabiliyyəti olduğu halda heç bir yerdə bir dənə də Azərbaycanlı iştirak eləmədi. Yalnız rus məmurları burada iştirak eləyirdi. Bu tipik istila və yaxud işğal idi. Lakin ərəblərin bura ilk gəldiyi dövrlərində və yaxud müsəlman fəthləri dövründə, məsəl üçün Dərbəndə gəldikdə Əbdülrahman bin Rəbiyə Əl-Bəhili Dərbənd şəhərini yerli hakim Şəhriyarla, bəzi mənbələrdə onun Şəhri Baraz da keçir adı, o ilə bir yerdə iştirak etmiş. Hətta yerli qoşunların burada iştirakını, ərəb qoşunların tərkibində iştirakını təmin eləyərək onları cizyədən belə azad eləmişdir və hətta bu İslam tarixində ilk zimmi dəstələri olaraq da qeydə düşülmüşdür. Yəni, faktiki olaraq mən bu məsələni hətta biraz uzada da bilərik, lakin mən qısa olaraq bunları deyirəm, Azərbaycan nümunəsində verirəm. Fəth və istila bir-biri ilə tamamilə fərqli və bundan əlavə də eyni zamanda, məsəl üçün, nümunə üçün mən sizə deyim ki, cizyə məsələsinin verilməsi var. Tutaq ki, Əbu Ubeydə bin Cərrah Şam şəhərini alandan sonra müəyyən bir vaxtdan sonra xəbəri gəlir ki, oradan Bizans qoşunları yürüş eləmişdir və o cizyəni həmən geri qaytarır insanlara. O dövrdə Şam şəhəri hələ müsəlman olmamışdı. Şamlılar deyir ki, sən bu axı cizyəni bizə niyə geri qaytardın? Deyir, bizim istəyimiz o idi ki, sizi biz əhalidən yadelli işğallardan biz sizi qoruyaq. Cizyə də buna görə can vergisidir. Sizin canınızı qorumaqdan ötürü alınan vergidir. Lakin biz bunu qorumadıq və ona görə də cizyə, onda elə olanda, madam ki, siz bu qədər ədalətlisiniz, biz sizlə bir yerdə bu şəhəri qoruyarıq deyib Bizans qoşunlarını geri oturdular. Yəni, bu əlbəttə ki, istila ilə fəthin bir-birindən aydın şəkildə fərqləridir. Şərqşünaslıq ənənəsində İslam erkən dövrdə orta əsrlərdə qılınc gücünə yayılmışdır iddiası mövcuddur. Və məsələn, Henri Lammens, William Muir, Samuel Semer bunlar iddia edirlər ki, İslam qılınc gücünə yayılmışdır. Siz bu məsələyə bir tarixçi olaraq əks arqument göstərə bilərsinizmi? Bu həqiqətənmi belə olmuşdur? Bunların arasında ən məşhurlarından biri Thomas Arnolddur. Məsəl üçün, bu Thomas Arnold uzun müddət, bax elə bizim bu Henri Lamana, William Muirə, Sir Seyid Əhməd xan var məsəl üçün, ona əks arqumentlər yazan Sir Seyid Əhməd xanla dostluq eləyib, eyni zamanda Məhəmməd İqbal'la dostluq eləmişdir və o çox gözəl Preaching İslam əsərində qeyd eləyir ki, İslam dininin ümumiyyətlə yayılması dünya tarixində çox əhəmiyyətli hadisələrdən biridir və o İslam dini və müasir alimlərdən, müasir dediyimiz, yəni bizim dönəmə çağdaş alimlərdən daha da yeni dövr. Bernard Lewis bu mənada çox əhəmiyyətli alimlərdən biridir. Will Durant çox əhəmiyyətli. Eyni zamanda Gustav Le Bon məsəl üçün Annalar məktəbinin ən əhəmiyyətli nümayəndələrindən biri və dünya tarixçiliyinə çox əhəmiyyətli nümunələrdən gətirən bir insanlardan biri İslamı həddindən artıq tərifləyir. Deməli, şərqşünaslıq məktəbinin içərisində daha çox akademik yanaşmaları ilə seçilənlər İslamın qılınc gücü ilə yayılmadığını bildirirlər. Və ümumiyyətlə onların əsərlərini biz mütaliə etdikdə görürük ki, iki qənaətə gəliblər. Hərbi fəthlər ərəb dövlətinin sərhədlərinin genişlənməsinə xidmət elədi. Amma genişlənmiş bu dövlətin içərisində İslamlaşma 200-300 il sonra getdi. Eynən. Və onlar bildirirlər ki, deməli, hərbi fəthlər İslamlaşmağa xidmət etməmişdi. Eynən. Bu, xüsusən də sizin qeyd etdiyiniz daha çox akademik yanaşmaları ilə seçilən şərqşünasların yanaşmasıdır. Lakin, Rəşad müəllim, belə bir sual ortaya çıxır. Bu, hərbi istilalar zamanı heç mi qan tökülməmişdi? Məsələn, bilirik ki, xüsusən Buxara ərazisi Orta Asiya fəth olunarkən, orada müsəlman sərkərdələrin bir çox şəhərlərdə qətliam törətməsinə dair tarixi faktlar vardır. Buxara şəhərində törədilmiş qətliamlar və s. və l. Bu qətliamları biz inkar etməliyikmi? Yaxud sualı bu cür qoyaq. Bu qətliamlar nə üçün baş vermişdi? Bu qətliamlar
müsəlmanlaşdırmağa mı xidmət edirdi, yoxsa bu başqa proseslərin nəticəsi idi? Elvüsal müəllim, bilirik ki, ümumiyyətlə, əgər hansısa bir yerdə iki böyük qüvvə varsa, bu qüvvələr qarşı-qarşıya gələndə toqquşmalar qaçınılmazdır. Və bütün bu toqquşmaların, yəni biz onsuz da İslam dininin sadəcə belə deyək, sülh gücünə və yaxud sadəcə qələmlə və s. ilə hər yerə girdiyini də iddia eləmirik. Yəni, hökm belə qurulmaz. İslam dininin xristianlıqdan, buddizmdən, ondan fərqi odur ki, İslam dini, rahiblik dini və s. deyil. İslam dini eyni zamanda bir dövlət qurmuşdur, insanlara sosial-ictimai həyat qurmuşdur, bunu insanlara öyrətmişdir. Bu mənada əlbəttə ki, bunların qarşısındakı o dövrün ən böyük quruluşlarıdır. İslamın ilk dövrdə gəldiyi Sasanilər dövlətidir, Bizans dövlətidir, Xəzər imperiyasıdır, Türkeş xaqanlığıdır, Göytürk dövlətindən sonra gələn və ona görə də əlbəttə ki, bunların qarşı çıxdığı din və iman və ideologiya məsələsi deyil, siyasi hakimiyyəti itirmək qorxusudur. Yəni, bir Xəzər xaqanı gəlib deyir ki, bu insanlar kimlərdir, mənim torpağımda gəlib yeni quruluş qurmaq istəyir. Və yaxud Bizans imperiyası gəlib deyir ki, 2-ci İraklini bilirsiniz, görüşəndə deyir ki, öz hətta ətrafında deyir ki, bunlar yaxşı deyir, sözləri doğru deyir və yaxud Həbəş elçisi Nəcaşi ilə onların görüşündə qəbul edir. Amma hakimiyyəti itirmə qorxusu əlbəttə ki, iki qoşunun bir-biri ilə döyüşməsinə, mübarizə aparmasına səbəb olacaq, çox normal. Və heç kimdə bu döyüşlərin nəticəsində qanların tökülməsini inkar eləmir. Və bu qanların tökülməsi, bunu nəzərə almalıyıq ki, bu qanların tökülməsinin İslamla da heç bir əlaqəsi yoxdur. Çünki din məsələsi, inanc məsələsi qəlblə deyil, daha doğrusu qılıncla deyil, qəlblə deyil. Çünki türk xalqlarına biz fikir versək, məsəl üçün ilk İslam dövləti 942-ci ildə Bulqar, daha doğrusu üzr istəyirəm, Satıq Boğra tərəfindən Qaraxanilər dövlətidir. Və yaxud ondan biraz əvvəl İdil Bulqar dövlətidir. Düşünün ki, 640-cı ildən 737-ci ildə Xəzər xaqanlığı ilə arası kəsilməz müharibələr getmişdir. Amma dövlət olaraq qəbul ediblər 10-cu əsrin 30-cu illərində Xəzərlər İslam dinini. Yəni, belə demək mümkündürmü ki, müsəlman xilafətinin qılıncının sağının da, solunun da kəsdiyi bir vaxtda türk şəhərləri dağıdılsa da, türk dövlətləri yıxılsa da, türklər müsəlmanlığı qəbul eləmədilər. Eynən. Amma elə ki, Ərəb Abbasilər dövləti parçalanmağa üz tutdu, mərkəzi hakimiyyət zəifləmişdi, müstəqil türk dövlətləri yarandı və bu müstəqil türk dövlətlərin başçıları İslamı qəbul etməklə əhali də İslamlaşdı və beləliklə o fəthlərdən təxminən 200, 250, 300 il sonra türklərin İslamlaşması başladı. Eyni zamanda İslama xidmət eləməsi başladı. Bəli. İslam bayrağını da öz əllərinə keçirirlər. İstər Satıq Boğra xan olsun, istər Sultan Mahmud Qəznəvi olsun, daha sonraki dövrdə istər Sultan Toğrul olsun. Yəni Sultan Toğrulun atası böyük ehtimal ki, Xəzər xaqanlığından gəlmişdi, Səlcuq. Nə vaxt qəbul elədi ki, İslamı yəni? Yeni qəbul eləmişdi. İslamı qəbul elədi, Oğuzlardan ayrıldı, keçdi bu təxminən 10-cu əsr eləyir. Çox uzun bir müddət deyil, amma bunlar nə qədər vaxtı vuruşurdular İslamla? Düşünün ki, 7-ci əsrin 40-cı illərindən ta vuruşmaq, yəni Əməvilərin son dövrünə qədər, bəlkə də Abbasilərin ilk dövrünə qədər bir 100 illik bir dönəmdir. Təxminən 799-a qədər Xəzərlərlə vuruşublar. Orta Asiyada da Abbasilərə qədər vuruşdular. Yəni ondan sonra zaten Samanilər zatlar yaranır. Tahirilər, Səfarilər dövləti yaranır. Yəni ən güclü dönəmində İslamın kütləvi şəkildə qəbulundan onsuz da söhbət gedə bilməz. Nə türklər arasında, heç Sasanilər arasında da gedə bilməz, heç Albaniya ərazisində, Azərbaycan ərazisində də gedə bilməz, heç digər ərazilərdə də. Yəni İslam, bəzi bizim diqqətimizdə belə fikir var ki, bəli, İslam şəhər yerlərində, İslam mərkəz ərazilərdə kütləvi şəkildə yayılırdı. Şəhər dini idi, çünki mərkəzdə məscid var idi. Amma bütün ərazilərdə İslamın quruculuğu, İslamın belə deyək, nizamı düzülsə də müsəlmanlaşma prosesi biraz belə deyək, uzun məsafə alan prosesi idi. Tədricən gedirdi. Elə başa düşürəm ki, bu faktdan Azərbaycandakı zərdüştilər müsəlmanlarla birlikdə qarşı tərəflə vuruşurlar və eyni cəbhədə öz dinlərini qorumaq şərti ilə yer almışlar.
Bəli, bəli, Yəni bəli. bu da onu göstərir ki, bu fakt onu göstərir ki, Azərbaycan ərazisində də zərdüştiliyin zor formada İslamlaşdırılmasına cəhd göstərilməyib. Təqibi olmayıb, çünki bu amannamələrdə, baxın, bu amannamələr məsələsi çox əhəmiyyətli məsələdir. Nədir amannamələr? Əhədnamə və yaxud amannamə. Amannamə nədir? Sizin bura ərəblər ilk gələndə, nəyə görə biz fütuhat deyirik? İlk gələndə sizin canınıza, mülkünüzə və inancınıza təminat verir, amanlıq verir ki, siz sülh və salamatçılıq içində yaşayacaqsınız. Ən böyük amannamələr harda imzalanmışdır? Ərdəbildə, Tiflisdə, Dəbildə, Naxçıvanda, Muğanda, Bərdədə, Beyləqanda, Dərbənddə, demək olar ki, bütün şəhərlərdə amannamə verilmişdir. Ümumiyyətlə, bu adını çəkdiyim mülk, yaşayış, yəni can və eyni zamanda inanc sisteminin qorunması yalnız 1689-cu ildə John Locke tərəfindən yaşamaq hüququ, azadlıq hüququ və düşünmə, yəni mülkiyyət hüququ yalnız o vaxt Qərb dünyasına təbii hüquqlar adı altında daxil edilmiş və 1776-cı ildə Amerika Konstitusiyası tərəfindən insanlara təqdim edilmişdir. Düşünün ki, ondan təxminən 1000 il əvvəl azadlıq Amerika Konstitusiyasından 1000 il əvvəl qabaq ərəb belə deyək, xilafəti, müsəlman dünyası sizə canınızın, mülkünüzün və dini inanclarınızın qorunması haqqında sizə təminat verir. Bir şərtlə 1 dinar miqdarında ailədən, yəni təxminən indiki miqdarından 2,5 qram, 2,2 qram qızıl vermək şərtindən ildə. O da ki, əsgərə zada getmirsiniz belə, bu qədər. Rəşad müəllim, siz doğru olaraq zərdüştilik haqqında danışdınız. Azərbaycanın İslamlaşmasının heç də çox sürətlə getmədiyini, müəyyən zaman kəsiyi də baş verdiyini vurguladınız. Ümumiyyətlə, biz nəzər saldıqda görürük ki, həm zərdüştilərə, həm də buddistlərə müsəlman xilafətində əhli kitab münasibəti bəslənilib. Bəli, bəli. Təsəvvür edirsinizmi? Zərdüştilər də Yahudi və xristianlar İslam dövlətində hansı imtiyaza sahib idilərsə, eyni imtiyaza sahibdilər. Bir sual vermək istəyirəm, Rəşad müəllim. Yaxşı ki, o dövrdə yaşayan xristianların, xristian salnaməçilərin əsərləri dövrümüzə qədər gəlib çatıb. Söhbət o salnaməçilərdən gedir ki, onlar bu və ya digər kilsədə işləyirdilər, ya hansısa, məsələn, Antioxiya kilsəsinin yepiskopu idilər, ya başqa kilsələrdə işləyirdilər və salnaməçidirlər. O salnamələrdə xristianlar arasında İslamlaşmanın zorla qılınc gücünə getməsinə dair hansısa faktlar mövcuddurmu? Burada yenə də əlbəttə ki, məsəl üçün bəzi mənbələr var ki, çox sonralar yazılıb. İlk dövrə aid belə deyək, hadisələr haqqında yazıb. Orada əlbəttə ki, müəyyən ideoloji məqsədlərlə yazılıb. Amma öz dövrünün məsələlərində çox maraqlı mənzərə ortaya çıxır. Məsəl üçün, Nestorian bir rahib var, 3-cü İşoyab. O qeyd edir, deyir ki, nə yaxşı ki, deyir, ərəblər gəldi, deyir, bizim aramızdakı olan problemləri aradan qaldırdı. Yoxsa, deyir, biz diafizit, monofizit, süryani, bir-birimizin, deyir, başının ətini girdi. Yəni, belə, mən şey mənasında deyirəm də. Və yaxud əhəmiyyətli alimlərdən biri var, Kordovalı Alvarus. Kordovalı Alvarus dad çəkir ki, deyir, bizdə deyir latın dili artıq unudulub. Bizim gənclərimiz hamısı deyir ərəb dilində öyrənirlər deyir. Yəni mədəniyyət necə geniş yayılır deyir. Bunlar deyir ərəb dilində deyir, ərəblərlə şeir demək uğrunda bir-birləri ilə deyir yarışırlar deyir. O şəkildə, yəni bunu kim buna məcbur eləyir qılınc tutub başına ki, yəni ərəb dilini öyrənmək, mədəniyyət öyrənməyin sonrakı mərhələsi nədir? Dini. Bunun nəticəsində də İspaniyada bütün bu şeylər və yaxud Suriyalı Mixail var. Suriyalı Mixail nə deyir? Deyir ki, böyük, bəli, o məşhur əsər. O eyni şəkildə diofizit və monofizit ayrılığının bunlar gəlməsəydi, deyir, Bizans bizi məhv eləyəcək, deyir. Monofizitləri, deyir, yer üzündən silərdi, deyir. Yaxşı ki, deyir ki, eyni şəkildə biz tarixçi Sebeosu da qeyd eləyə bilərik. Siz tamamilə doğru deyirsiniz. O dövrün salnaməçilərinə də biz nəzər saldıqda görürük ki, onların heç birində xristianlar arasında İslamın yayılmasının qılınc gücünə olmasına dair bir fakt yoxdur. Əksinə onlar kədərlə qeyd edirlər ki, kütləvi şəkildə
İslamlaşma var. Xristianlar İslamlaşır. Rəşad müəllim, madam ki xristianlara bu qədər tolerant münasibət mövcud idi, müsəlmanlar xristianları, onların kilsələrini qoruyurdular. Bəs nə üçün bu xristianlar arasında, yaxud zərdüştlər arasında xristianlaşma, müsəlmanlaşma baş verdi və bugün biz bu coğrafiyada az qalsın ki, İslamın təntənəli qələbəsinin şahidi oluruq? Yəni, bunun əslində bir neçə səbəbini bayaq biz qeyd elədik. Xristianlığın özünün içində olan müəyyən etiqadi problemlər bunun səbəblərindən biridir. Yəni ki, sadə xalq tərəfindən ümumiyyətlə anlaşıqlı deyildi bu. Həddindən artıq çox etiqadi məsələlər, problemlər, nə bilim o, bilirsiniz də... Xristianlıq mürəkkəb hal mı almışdı? Bəli, xristianlıq artıq elmi fəlsəfi, yəni sadə insanların başa düşəcəyi şəkil deyildi. Məsəl üçün, İsa'nın Allahın ruhu olduğu, yoxsa Allahın cismi olduğu, yoxsa nə bilim Allahın özü olduğu, bu məsələ artıq sadə insanların, yəni bundan ötürü ümumiyyətlə İsa'nın cisminin nə olduğunu başa düşməkdən ötürü gərək sən xüsusi elmi təhsil eləyəydin. Xüsusi bir fəlsəfə elmini öyrənərdin. Yəni bu artıq çox ciddi bir problemə çevrilmişdi. Daha sonraki məsələlərdən biri elə məhz bu mənada olan bəzi məzhəblərdir. Məsəl üçün, bu məzhəblərdən biri Ariçilik məzhəbi idi. Ariçiliyin özü İspaniyada geniş yayılmışdı. Daha doğrusu əslində Avropanın böyük bir hissəsini, yəni Ariçiliyin özünün yaranma mərkəzi yaxın Orta Şərqdir. Daha sonra isə Qot tayfaları ilə bir yerdə bunlar İspaniyaya getdi. Ariçiliyin özü İsa Peyğəmbərin özünün Tanrı, belə deyək, təbiətini inkar eləyirdi və bunlar da bu şəkildə İsa Peyğəmbərin Tanrı olmadığı, Peyğəmbər olduğunu iddia eləyən insanların arasında da daha sonra onsuz da bizim aramızda bir fərq yoxdur deyib İslam dininə keçən insanlar həddindən artıq çox olmuşdu. Yəni bu mənada da həmin o ariçilərin də məsəl üçün Əndəlüs nümunəsində olduğu kimi. İkinci məsələ bu. Eyni şəkildə mən dediyim kimi İslam dininin yaratmış olduğu böyük hüquqi sistem, İslam dininin yaratmış olduğu ədalətli sistem, bəli, ədalətli sistem, yəni hüquq sistemi demək istədiyim, yəni ədalətli hüquq sistemi və sadə ümumiyyətlə, sadə sistem insanların, məsəl üçün, nümunə üçün nə demək istəyirəm? Yenə də Azərbaycandan gətirəcəm nümunəni. Bu iki fərqli nümunə gətirmək istəyirəmsə, Əbdülrahman bin Rəbiyə Əl-Bəhili gəlir Dərbənd ərazisində Şəhribarazın əlində deyir bir üzük var imiş. O üzüyü ilə oynayır, deyir, nə də əlindəki üzük? Deyir, vallahi deyir, bu üzük deyir, Dərbəndin o tərəfindən və bu tərəfindəki hər şeydən daha qiymətlidir və onun haqqında bir şey danışır. Deyir, nə bilim, onu qartal gətirdi, atdı deyir, dağdan o tərəfə onu gətirdi, zorla gətirdi və s. Və deyir, doğrudan da çox qeyri-adi irilikdə bir yaqut və firuzə imiş, belə bir şey danışılır və Əbdülrahman bin Rəbiyə Əl-Bəhili deyir, o üzüyü baxdıqdan sonra deyir, geri qaytarır bunu onun yəsinə. Yəni Şəhriyara. Şəhriyar məhdəl qalır. Deyir ki, vallah deyir, bu üzüy deyir, əgər Kisra ailəsindən biri tərəfindən deyir, aşkarlansaydı, görülsəydi, Kisra deyəndə Xosrov ailəsindən, yəni Sasanilərdən, onu məndən deyir, almamış əl çəkməzdilər. Nə vaxta qədər ki, deyir, siz bu ədalət və səmimiyyət içində olacaqsınız, hamı deyir, sizin tərəfinizdə olmaq istəyəcək. Və yaxud digər nümunələrdən biri. Qeyd edeyim ki, İslam xilafətində, Ərəb xilafətindəki məhkəmələr müsəlmanlar və qeyri-müsəlmanlar üçün pulsuz olduğu üçün qeyri-müsəlmanlar özlərini məhkəmələrdə çox rahat şəkildə təmsil etdirə bilirdilər. Bu da əlbəttə ki, onların yeni dinə olan marağı artırırdı. Məzalim məhkəmələri var idi, açıq idi. Hökümdarların yanına çox rahat feodalın, məsəl üçün Avropa məhkəmələrində feodalın üzərindən məhkəməyə gedə bilərdilər. Birinci instansiya məhkəmə var idi, ikinci instansiya. Amma müsəlman məhkəmələrində isə biz bilirik ki, hətta İmadəddin Zənginin, Nurəddin Zənginin məsəl üçün ən əhəmiyyətli şeylərindən biri nə idi? Mütləq şəkildə hökümdar əsasən cümə günləri bayram, daha doğrusu cümə namazından sonra hamıya açıq məhkəmə təşkil edirdi və o məhkəmədə hamının gəlib hökümdara və yaxud hökümdar olmazsa, indi hökümdar hər yerdə olmaya bilər, canişin olduğu yerlərdə valiyə, əmirə və yaxud digər yerlərdə qazilər var, onlara
öz şikayətini çatdırma hüququ var idi. Bu çox mükəmməl, ümumiyyətlə o dövrün məhkəmə sistemi olduqca mükəmməl bir məhkəmə sistemi idi. Və yaxud digər məsələlərdən biri Həbib ibn Məsləməyə cizyə yığılır Tiflis şəhərindən, cizyə ilə yanaşı əhali ona hədiyyə də göndərir. O hədiyyənin miqdarını təsbit edir. Deyir, hədiyyəni göndərsəm insanların xətrinə dəyər. Hədiyyə demək ki, çox qiymətli bir hədiyyə imiş. Hədiyyənin miqdarını götürür, geri qaytarır. Cizyədən çıxıb insanlara geri qaytarır. Cəmaət deyir ki, həm hədiyyədir, həm də vergidir də. Bunu götürdü özünə. Deyir, yox, olmaz. Və bu ədalət nəticəsidir. Görün, necə ədalətli bir sistemdir. İslamın gətirdiyi etiqad sistemi çox sadə idi, çox bəsit idi. Təəssüf ki, bugün biz müsəlman dünyasında bəzi qruplarda İslam etiqadının son dərəcə mürəkkəbləşdirildiyinin şahidi oluruq. Amma Həzrəti Məhəmmədin gətirdiyi etiqad praktik idi, sadə idi, insanları özünə cəlb edirdi. Nəhayət, son olaraq bir sualımı da verim Rəşad müəllim. Tez-tez hər kəsin dilində dolaşan belə bir deyim var. Qılınc müsəlmanı. Bu qılınc müsəlmanı şərqşünasların iddia etdikləri İslam qılınc gücünə yayılıb iddiası ilə eyni deyil. Bu bir deyimdir və xüsusən də Azərbaycan coğrafiyasında, Şimali Azərbaycan ərazisində daha çox işlənir. Qılınc müsəlmanı nə vaxt meydana çıxıb, yaxud bu ifadə hansı kontekstdə işlədilib? Ümumiyyətlə, biz birinci bu qılınc müsəlmanı ifadəsindəki müsəlman sözünün nə mənada işləndiyində diqqətli olmalıyıq. Bilirsiniz ki, bizdə millət əmələ gəlmə prosesi təəssüf ki, ətrafımızdakı qonşulara nisbətlə, yəni söhbət bizdə state nation mənasında deyirəm də, yəni bunun millət əmələ gəlməsi, yəni xalqı nəzərdə tutmuram, türklük mənasında demirəm, Azərbaycanlı mənasında deyirəm. Bu çox gec başladı. Yəni bu proses başladı bizdə Mirzə Fətəli Axundzadədən etibarən. Bu başladı bizdə təxminən 1918-də ümmətçilikdən millətçiliyə keçidlə başa çatdı. Və bütün bu prosesin bu proses tamamlanana qədər biz özümüzü nə adlandırırdıq? Müsəlman. Məsəl üçün, biz bunu harada görürük? Erməni-müsəlman davaları deyirik və yaxud biz nə deyirik? Müsəlmanın sonrakı ağlı deyirik. Biz əlbəttə ki, burada erməni-müsəlman davaları deyərkən hansısa bir ərəbin, hansısa bir İranlının, hansısa bir əfqanın erməni ilə müharibəsini nəzərdə tutmuruq. Biz burada nəzərdə tuturuq Azərbaycanda yaşayan bizlərin ermənilərlə müharibəsini nəzərdə tuturuq. Müsəlmanın sonrakı ağlı deyərkən belə bir Azərbaycanda belə bir deyim var da. Bizim hansısa sonrakı hadisədən sonra peşmançılıq çəkməyimizi nəzərdə tuturuq. Qılınc müsəlmanı da xalqın arasında gedən bu ifadə bizim hansısa bir işə məcbur eləməsən o işə getməz mənasında əsasən mənim belə gördüyüm qədərindən antropoloji, etnoqrafik cəhətdən bu ifadədir. Yəni, məsəl üçün, biz bilirik ki, təxminən 10 il bundan əvvəl siz də maşın sürən adamlarsınız. Ümumiyyətlə, bizim insanlar piyada keçidlərini çox da nəzarət eləmirdilər. Gözəl cərimələr gəldi. O gözəl cərimələrdən sonra bizim sürücülər o piyada keçidlərini elə nəzarət elədi ki, yəni qılınc Azərbaycanlılar, ondan sonra biz çox gözəl, indi hamı bizim Azərbaycan xalqını nümunə kimi göstərir ki, Azərbaycanda nə gözəl, amma bunun arxa planını bilmirdi ki, bunun arxasında isə bir qılınc var idi. Yəni, o qılınc olmasaydı biz ona riayət eləməzdik. Yəni, burada nəzərdə tutulan əslində 20-ci əsrin əvvəllərində, 19-cu əsrdə bu ifadə meydana çıxdığı üçün müsəlman dedikdə İslam dininə mənsub olanlar yox, bizi, hətta siz bilirsiniz ki, Kəşkül qəzetində və digər qəzetlərdə millətçilik məsələsində müzakirə edilərkən orada nə deyilir? Ünsüzadə qardaşlardır, Üzeyir Hacıbəyovdur. Bunu deyir ki, ermənidən soruşuram, deyir, dilin nədir? Deyir, erməni dili. Dinin nədir? Deyir, xristiyanlıq və s. bunu danışır. Milliyyətin nədir? Deyir, erməni. Deyir, gürcüdən soruşuram, belə millətləri sayır. Deyir, bizimkindən soruşuram, deyir. Sən hansı dildə danışırsan? Deyir, müsəlman dilində danışıram. Kimsən? Deyir, müsəlmanam. Deyir, ay bala, deyir, müsəlman, deyir, milli kimlik deyil, axı, deyir, dini kimlikdir. Müsəlman dilində danışmazlar axı bu. Yəni, bundan şikayətlənir bizim ziyalılar. Bu mənada bu ifadəni, əlbəttə ki, qılınc müsəlmanı ifadəsini qılıncla İslamı qəbul eləyənlər kimi yox, qayda qanuna
riayət eləməkdən ötürü daim nəsə belə özünə məcburiyyət qoyan, yəni bu mənada nəyisə bir şey eləməkdən ötürü mütləq, amma onun sonunda da şükür Allah ki, gözəl nəticə ala biləcəyik. Çünki bizim millət həqiqətən də çox gözəl millətdir, belə gözəl nümunəvi şeylər vardır. Bundan ötürü, yəni bu bir xalq deyimidir. Bu bir belə deyək, necə deyim, xalq yaddaşıdır. Amma əlbəttə ki, bu sözü mənfi mənada bu elmi auditoriyada alıb, ki, qılınc gücünə İslam dinini qəbul eləyən insanlar kimi istifadə edənlər də vardır. Əgər bu mənada olsaydı, Azərbaycan xalqından başqa bu Əfqanlarda, İranda, Ərəbistanda, nə bilim, tutaq ki, İndoneziyada, Afrikada da istifadə olunardı. Bu, onların heç birində də biz buna, bu qılınc müsəlmanı ifadəsinə, elə qonşu Türkiyənin özündə, məsələn, qonşu Türkiyənin heç özündə də biz bu ifadəyə rast gəlmirik. Nə özbəklərdə, nə qırğızlarda da bu ifadəyə rast gəlmirik. Da bilmirəm, Sovet dövründə o Sovet yayılıbmı onlarda, yayılmayıbmı? Amma şəxsən, məsəl üçün, elə buradan bura izləyirik televizorlarını, seriallarını tanışıq. Heç onlarda qılınc müsəlmanı ifadəsinə demək olar ki, rast gəlməmişik yəni. Təşəkkür edirik Rəşad müəllim. Bəli, müsəlman sözü Azərbaycanlı sözü ilə identifikasiya olunurdu. Bəli. Burada söhbət müsəlmanlığı qılınc gücünə qəbul etməkdən getmir. Əksinə, hər hansı bir işi görmək üçün zoraki vasitələrə ehtiyacın yaranmasını bu ifadə özündə belə bir mənanı birləşdirir. Təşəkkür edirəm Rəşad müəllim. Mən təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Bəli, biz mühüm bir mövzunu müzakirə etdik. İslamın böyük bir coğrafiyada yayılması bəzi şərqşünasların iddia etdiyi kimi qılınc gücünə baş verməmişdi. Bu, həqiqəti danmaq olardı. İslamın humanist təbiəti, başqa dinlərdən olanlara ehtiramlı münasibət bəsləməsi, onların inanclarını tanıması, o dövrdə xristiyan səlnaməçilərin etdiyi müsbət şahidliklər, əvvəlki dinlərin əhaliyə göstərdiyi təzyiq, xüsusən böyük dövlətlərin dini manipulyasiya vasitəsinə çevirməsi, yeni və gənc din sayılan İslam üçün bu coğrafiyada əlverişli zəmin hazırlamışdı. Buna görə də İslam dini tədricən böyük zaman kəsiyi ərzində böyük coğrafiyanın doğma dininə çevriləcəkdir. Allah'a əmanət olun.